Aqressor ölkə olan Rusiyanın ordusunun bölmələri Donetsk vilayətinin Mirnograd şəhərinin şimal hissəsində təzyiqi artırır. 7-ci hava desant hücum qüvvələrinin sürətli reaksiya korpusunun məlumatına görə, şəhər mərkəzində düşmənlə atışmalar davam edir. Bildirilir ki, yuxarı Mirnograd istiqamətində növbəti hücum üçün işğalçılar Novohradovka rayonu ərazisində ağır hərbi texnikanı toplamaqda davam edirlər. Azov Milli Qvardiyasının 1-ci korpusu ilə əməkdaşlıq şəraitində biz düşməni Mirnogradın şərq kənarları, Krasny Liman, Rodinski xətti boyunca bloklayırıq, deyə bəyanatda qeyd olunub. Bundan sonra düşmən bir neçə marşrut üzrə Qrişino istiqamətində irəliləməyə cəhd edib. Bu yaxınlarda Rus qoşunlarından ibarət bir qrup kəndə sızmağa nail olub, lakin Ukrayna müdafiəçilərinin koordinasiyalı fəaliyyəti nəticəsində düşmən məhv edilib. 7-ci hava desant hücum korpusunun məsuliyyət zonasında Rus qoşunları müxtəlif tipli dronlardan istifadəsini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə düşmən getdikcə daha çox Monier tipli dronlardan ana dron kimi istifadə edir. Bu dronlar 2 FPV dron daşıyır və hədəflərə 3 qat zərbə endirir. Bundan əlavə 20 kilometrdən artıq məsafədə Ukrayna müdafiə xəttinə nüfuz edə bilən fiberoptik dronlardan istifadə halları da qeydə alınıb. Xatırladaq ki, Donetsk vilayətində yerləşən Pokrovsk və Mirnograd sənaye şəhərlərinin böyük aglomerasiyası Rusiya hücumunun əsas hədəflərindən biridir. Rusiya burada ən böyük və ən güclü qüvvələrini cəmləşdirib. Keçən ilin sonlarında Kreml bu şəhərlərin tam işğal olunduğunu elan etmişdi. Lakin reallıqda bu belə deyil. Hələ 2024-cü ilin yayın sonlarında Rus qoşunları bu yaşayış məntəqələrinin kənarlarına yaxınlaşmışdı. Ancaq Ukrayna ehtiyat qüvvələri cəlb etdi, müdafiəni gücləndirdi və aglomerasiyanın sürətli çökməsinin qarşısını ala bildi. Bu cəbhə sahəsində aktiv döyüşlər artıq bir il yarımdır davam edir. Vəziyyət 2025-ci ilin erkən payızında pik həddə çatdı. Rus qoşunları Pokrovsk, Mirnograd aglomerasiyasının cənub hissəsində Ukrayna silahlı qüvvələrinin müdafiəsini yararaq yaşayış məhəllələrinə daxil oldular. 1 dekabrda Kreml Pokrovskun ələ keçirildiyini, yeni il ərəfəsində isə Mirnograd üzərində tam nəzarətin təmin edildiyini bəyan etdi. Ukrayna hakimiyyəti bunu təkzib edir. Hərbi siyasi rəhbərlik bildirir ki, Ukrayna silahlı qüvvələri hələ də bu şəhərlərin müəyyən hissələrinə nəzarət edir və aglomerasiyanın mühasirəyə alınmasından və ya tutulmasından söhbət gedə bilməz. Putin'in Ukrayna xidmətinə verdiyi müsahibədə Ukrayna generalı Yevhen Lasiçuk qeyd edir ki, müdafiə qüvvələri yaza qədər mövqelərini saxlamalıdır. Çünki həmin vaxta qədər Rusiya ordusunun tükənəcəyi və hücum tempinin zəifləyəcəyi gözlənilir. Bugün Ukrayna müdafiə qüvvələri Pokrovskun şimal hissəsinə və Mirnogradın şimal hissəsinə tam nəzarət edir. Lakin düşmən Pokrovskda fəallaşır, şimal-qərb istiqamətində Qrişino kəndinə çıxmaq üçün təzyiq göstərməyə çalışır. Bu, ehtimal ki, Pokrovsk rayonu üzrə onların əsas hədəfidir. Bu şəhərdə cəmləşdirilən bəzi düşmən bölmələri həmçinin şimalda döyüş nizamlarımızın arasından keçməyə, Pokrovskdan kənara çıxmağa cəhd edirlər. Mirnogradla bağlı isə düşmənin irəliləyişi şəhərin cənub hissəsində müşahidə olunur. Onlar orada canlı qüvvə və texnika toplamağa çalışırlar, deyə o əlavə edib. Rus qruplaşmasına gəlincə, burada Rusiya Federasiyasının 51-ci və 2-ci orduları tapşırıqları yerinə yetirirdi. Bundan sonra əməliyyat strateji ehtiyatdan 76-cı hava desant diviziyası cəlb edildi. Biz onun haradan gələcəyini, hansı üsullardan istifadə edəcəyini və necə formalaşdırılacağını bilirdik. Hazırda bu hava desant hücum qrupu aktiv əməliyyatlar aparır və irəliləməyə çalışır. Lakin biz görürük ki, onlar da artıq elə itkilər veriblər ki, bölmələri yenidən qruplaşdırmağa və döyüş qabiliyyətini bərpa etməyə məcbur qalırlar. Bu da onu göstərir ki, bizim müdafiəmiz və atəş gücümüz effektivdir, deyə general vurğulayıb.
Ukrayna Silahlı Qüvvələri Kostentinivka-Drushkovka istiqamətində aktiv əməliyyatlarını davam etdirir. Ukrayna qüvvələri əvvələ Rusiya bölmələrinin yerləşdiyi Kostentinivkanın şərq hissəsində mövqilərini möhkəmləndirir. Ukrayna mexaniləşdirilmiş briqadasının çavuş rütbəli zabitinin bildirdiyinə görə, işğalçılar mexaniləşdirilmiş hücum cəhdi göstərsələr də bu hücum dəf edilib. Bunun sözlərinə əsasən Ukrayna qüvvələri sürətlə hərəkət edərək Rusları ayaqlarından kəsib uzun müddət hazırladıkları bütün planları real döyüş başlamadan iflasa uğradıb. Öfunes bu barədə məlumat yayıb. Rusiya planı tanış, lakin resurs baxımından olduqca baha başa gələn bir yanaşmaya əsaslanırdı. Ukrayna müdafiəsini daimi təzyiq altında saxlayaraq tükəndirməyi hədəfləyən iki istiqamətli Kəlbətin manevri əsas hücum vektoru bir neçə kiçik hücum marşrutunu əhatə etməklə şərqdən və cənub-şərqdən planlaşdırılmışdı və Kurdimivka bu məqsədlə əsas çıxış nöqtəsi kimi istifadə olunurdu. Buradan Rusiya qüvvələri bir neçə kiçik yaşayış məntəqəsini birləşdirən yol boyunca irəliləməyi planlaşdırırdı. Daha sıx yol şəbəkəsinə malik asfalt yollar planın əsas elementi idi. Çünki bu həm sürətli möhkəmləndirmə və təchizat, həm də daha az risklə hərəkət imkanı verirdi. İkinci hücum istiqaməti isə şimaldan Mayske vasitəsilə planlaşdırılmışdı. Rusiya qüvvələri bu ox üzrə güclü Ukrayna müqaviməti səbəbindən dəfələrlə irəliləyə bilməsə də, məqsəd təzyiqi fasiləsiz saxlamaq və nəticədə Kostentinivka ətrafında mühasirəni daraltmaq idi, deyər Funes yazır. Lakin bu konsepsiyanın uğuru bir əsas hamildən asılı idi. Fasiləsiz sursat təminatı Rusiya taktikasının işləməsi üçün artilleriya, reaktiv yaylım ateşi sistemləri, dronlar və piyada silahları davamlı və boğucu ateş gücünü qoruyub saxlamalı idi. Davamlı sursat axını olmadan bu sürətli hücum modeli tez çökür. Çünki kifayət qədər təchiz olunmayan bölmələr Ukrayna mövqelərini sustura bilmir və əks ateş qarşısında mövqe tutacaq qədər davam gətirmir. Ukrayna komandanlığı bu asılılığı vaxtında müəyyən edərək ondan istifadə edib və hər iki hücum qolunu, eləcə də onların arxasındakı ümumi Rusiya sursat sistemini təmin edən anbarlara eyni vaxtda zərbələr endirib. İlk olaraq şimal kərbətini kəsmək məqsədilə Ukrayna qüvvələri Donetsk vilayətində Rusiyanın nəzarətində olan Debalteve şəhərindəki sursat anbarını vurub. Güclü partlayışdan sonra iri miqyaslı yanğınlar və gecə boyu davam edən ikinci detonasiya baş verib. Partlayışın şiddəti o qədər böyük olub ki, Rusiya administrasiyası sakinlərə evlərində qalmağı tövsiyə edib ki, bu da dağıntının miqyasını açıq şəkildə göstərir. İkinci mərhələdə isə Ukrayna dronları cənub kərbətini təmin edən sursat obyektlərini hədəfə alıb. FNSU məlumatına görə zərbələrdən biri Rusiyanın nəzarətində olan Makivka şəhərində yerləşən və raket artilleriya sursatı saxlanılan ambara dəyib. Eyni gecə daha bir Ukrayna dron zərbəsi Rusiyanın nəzarətində olan Zaporojye vilayətindəki sursat ambarını vurub və bu da Kostentinivkanın cənubunda yerləşən Rusiya qüvvələrini təmin edən təchizat marşrutlarının ciddi şəkildə pozulmasına səbəb olub. Eyni zamanda Ukrayna strateji dərinlikdə də Rusiyanın sursat potensialına zərbə endirib. Kostroma vilayətində yerləşən Rusiyanın baş raket artilleriya idarəsinə məxsus 100 saylı arsenala hücum edilib. Bu Rusiyanın baş raket artilleriya idarəsi obyekti Rusiya silahlı qüvvələrinin müxtəlif qoşun növləri üçün artilleriya sursatı və raketlərin uzun müddətli saxlanması və hazırlanması baxımından əsas mərkəzlərdən biridir. FNUS bildirir ki, bu zərbələrin nəticələri həlledici xarakter daşıyır. Makivka və Debalteve kimi sahə anbarlarında adətən təxminən 25 min ton sursat saxlanılır. Belə obyektlərdən yalnız birinin məhv edilməsi belə Rusiya əməliyyatlarını müəyyən istiqamətdə bir aydan 3 aya qədər gecikdirə bilər. Təxmini tutumu 150 min ton olan qal arsenalının zədələnməsi isə daha geniş miqyaslı nəticələr doğurur. Nəticə etibarilə bu itkilər Rusiya ordusunun atəş intensivliyini kəskin şəkildə azaldı, planlaşdırılmış hücumları zəif təchiz olunmuş və qeyri-kafi dəstəklənən əməliyyatlara çevirir ki, bu da Ukrayna qüvvələri üçün onları dəf etməyi və əks hücuma keçməyi xeyli asanlaşdırır. Logistikaya yönəlmiş bu yanaşma Ukraynanın Rusiya qüvvələrinə qeyri-mütənasib itkilər yaşatmağa hesablanmış ümumi strategiyasına tam uyğun gəlir.